Salam, hər vaxtınız xeyir olsun. Bu günləri düzgün yatmağın qaydalarına baxaq. İnsan yuxu zamanı rahatlaşır, güc yığır, maddələr mübadiləsi zəifləyir, ali sinir fəaliyyəti müvəqqəti də olsa tormozlanmış olur və insan öz bədəninin idarəçiliyindən kənarda qalır. Yuxu zamanı aldığımız vəziyyətlər insanın psixologiyasının xarakterini göstərmiş olur. Bu aldığımız vəziyyətlər həm daxili orqanlar, sinir, əzələ aparatlarına müsbət təsir də göstərə bilər, mənfi təsir də göstərə bilər. Bəzi vəziyyətlərə baxaq. Birinci vəziyyət arxası üstə uzanıb, əllər yanlara sıxılmış vəziyyətdə, ayaqlar cütləşmiş vəziyyətdə. Buna əskər vəziyyəti də deyilir. Bu zaman qarın boşluğu orqanları və döş qəfəsi orqanları təzyiqlərdən kənar olurlar. Burada bircə negativ hal insanın yatmazdan qabaq qida qəbul etməsidir. Osteoxondrozu olan xəstələr, mədə yarası, spondilozu olan xəstələrin bu vəziyyətdə yatması məsləhətdir. İkinci vəziyyət, əllər başın arxasında, ayaqlar kənarlara açılmış vəziyyətdə. Bu vəziyyətdə də daxili orqanlı, qarın boşluğu və döş qəfəsi orqanları təzyiqdən kənarda qalır və fəqərə sütunu nisbətən təzyiqlərdən kənar olur. Ona görə də insan burada yalnız negativ hal artrit və artrozu olan xəstələrin bu vəziyyətdə yatması məsləhət deyil. Üçüncü vəziyyət sağ tərəfi üstə embrion vəziyyətidir ki, bu zaman qaraciyər və öd kisəsi təzyiq altında qalır. Ona görə də hepatiti, xolesistiti, qaraciyər sirrozu olan xəstələrin bu vəziyyətdə yatması məsləhət deyil. Dördüncü vəziyyət sol tərəfi üstə embrion vəziyyətidir ki, bu zaman ürək təzyiq altında olur. Hipertoniya xəstələri, ürək çaşılmazlığı olan, sonra infarkt keçirmiş xəstələrin bu vəziyyətdə yatmağı məsləhət deyil. Və beşinci vəziyyət qarın üstə yatmaq. Qarın üstə yatdıqda bütün bədən, qarın boşluğu bütün bədənin ağırlığını hiss edir. Bu zaman fəqərə sütunu təzyiq altında olur və ağrılar baş verə bilər. Ona görə ağciyər və ürək də təzyiq altında olur. Ona görə bronxial asması xəstələr, sonra yaralı kolit, migren xəstələri bu vəziyyətdə yatmağı məsləhət deyil. Bu vəziyyətləri biz araşdırsaq, özümüzə uyğun bir vəziyyəti taparıq və yuxumuzun rahat olmasına özümüz rəvaz verə bilərik. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.